bəzi elm əhli qəbir üstündə xütbə verir. Bu sünnədə varid olub. Qardaşım, mən deyərdim ki, bu mod düşüb bizim aramızda. Moda düşüb. Peyğəmbər sallallahu aleyhi ve sellem baxmayaraq ki, qadağan eləmişdir. İnsanlar İslamı yaxşı tanımamış. Rahat. Hamının evində isti suyu, yayda sərinliyi, yayda sərin otağı, qışda isti otağı var idi əvvəl belə şeylər. O gün kiminsə üstündə giyinecek paltar olmur. Peygamber sallallahu aleyhi ve sellem'in kadınlarından biri der ki, ya Resulallah, o gün kimse kimseye bes bakmayacak mı cılbak oldukları zaman? Resulullah sallallahu aleyhi ve sellem der ki, o günün dəhşəti elə bir gün olacak ki, kiminse üzüne bakmaklık halı olmayacak. Bunlar önemlidir kardeşlerim. Yani kimse düşünməsin ki, bu en asan sualdır ve cevabı da en asandır. Diyeceğim Allah, diyeceğim Muhammed, diyeceğim Kur'an. Xeyr. Eğer bu dünyada Rabbini tanımamsansa, onun qarşısında əyilməmsənsə, ona səcdə etməmsənsə, hamı pisliyir o adam. Peygamber sallallahu aleyhi ve sellem deyir vacib oldu. Sahabeler soruşur, ne vacib oldu ya Resulullah? Subhanallah. Bilmirəm, vallahi mən bilmirəm niyə belə eləyirlər. Elm tələbələri mən bilmirəm niyə bunu eləyirlər. Peyğəmbər sallallahu aleyhi və səlləmlə hədis varid olmayıb ki, Allahın Rəsulu dəfn etdikdən sonra, ölünü bastırandan sonra saxlasın insanları, xütbə versin orada. Elə bil, bizdə necə eləyirlər? Dəfn oldu, üstünə torpaq atdılar, dəfn oldu, qutardı. Biri dayanır, moizə verir, xütbə verir. Yəni, söhbət eləyir. Bu, Peyğəmbər sallallahu aleyhi və səlləmlə belə şey varid olmayıb, qardaşım. Ona görə İbn Hüseymin deyir ki, bidətdir bu. Yenilikdir dində. Nəyə lazımdır, qardaş? Belə şeylər nəyə lazımdır ki? Bizdə artıq adət olub. Necə də pis adətdir, subhanallah. Qəbirsanlıqda söhbət eləyirlər. Biri məsələn dərs verir, biri nə bilim hədis danışır, ayə danışır. O yer deyil, qardaş. Xütbə yeri deyil ora. Bildiniz mi demək istəyirəm, hə? Aydın olur axı.